burada bir şey nəzərimi cəlb elədi. Gələndə gördünüz ki, ora yüksəklik idi də. Bura nə qədər yüksəklik idi. Və görürsünüzmü, bunlar milyon illər əvvəl qurumuş rakuşkalardı. Yəni həmişə bilirsinizdə mən elə danışıram ki, hamının başa düşəcəyi dildə Ağdaş kubik özü də rakuşkalardı da, milyon illər qalmış dəniz molluskaları. Və maraqlı bir bu hündürlükdə su olub vaxtı ikən, indi bu daşları bura kim gətirib? Dünənləri məsələn Salyanda elə bir vulkanik daş tapdım ki, Salyanda nə vulkan? Salyanda iti atmağa daş taparsan, estağfurullah, ocaqda adını çəkirəm. Yəni vulkanik bir daş tapdım, ora heç aidiyyatı olmayan bir şey. Demək, əvvəl nəysə olub da orada. İndi burada da, bax görürsünüz yaxından, eyni ilə bu dəniz molluskalarının milyon illərlə qat-ba-qat ölüb yığılmaqda. Burada heç nə möcüzəli bir şey yoxdur. Yəni o mənada möcüzəli bir şey yoxdur ki, o daşın molluskalardan əmələ gəlməyin bütün azini qutaranlar, politexniki qutaranlar hamısı bilir. Amma bura bu yüksəkliyə hardan gəlib çıxıb, necə gəlib çıxıb, bura demək belə çıxır ki, vaxtı ikən suyun altında olub. Bu qədər. Gəlin ziyarət eləyin. Azərbaycanın görməli, gəlməli yerlərindəndir, maraqlı yerlərindəndir. Şəxsən mən özüm möcüzəli sayıram. Gəlin ziyarət eləyin. Heç, yəni inancınız güclü olmasa da belə maraqlı yer kimi gəlin ziyarət eləyin. Həqiqətən çox gözəl təəssürat və adam burada insana xas olmayan bir rahatçılıq gəlir adama.